Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vahdahu ve salatu ve selamu ala nebiyyina Muhammedin ve ala alihi ve ashabihi ecma'in. Amma ba'd. Birincisi qardaşlar, hər birinizə Allah subhanahu ilə salamlayıram. Esselamu aleykum və rahmetullah. Və Allah subhanahu və teala'ya sonsuz sayıda şükürlər olsun ki, artıq bizi demək bu ibadətə müvəffəq edir. Sözsüz ki, bu yalnız Allahın müvəffəqiyyəti ilədir. Və o bilsin ki, bizdən daha qat-qat imkanlı insanlar və səhət baxımından daha bizdən sağlam insanlar var. Və həmçinin pulları da var, amma Allah subhanahu müvəffəq eləmir. Bu Allahın bir çağırışıdır. Yəni Allah subhanahu teala istədi və buna müvəffəqiyyət oldu. İnşallah Allahın izni ilə. Sadəcə nə etmək lazımdır? Yəni bu çağırışı, bu dəvəti gözəl şəkildə qarşılamaq lazım Allahın izni ilə. Birincisi, necə bilirsiniz ki, orada ümumiyyətcə, Məkkə olsun, istər Mədinə olsun, bilirsiniz, zəvvarar nə adlanır, necə adlanırlar ərəblər tərəfindən? Duyufur Rəhmən, yəni Ər-Rəhmənin qonaqları. Yəni, siz baxın, görün, kimin qonağı olacaqsınız və necə özünüzü aparmalısınız, necə özünüzü aparmalıyıq, düzdürmü? Sözsüz ki, biz orada müxtəlif şeylər görəcəyik. Adi bir evdə, görürsən, 4-5 qardaşdır, hərəsi bir xəsiyyətli olur. Bir ana, bir ata tərbiyəsi görən, düzdürmü? Bizim olsun, biz bir millət olsaq belə, yəni hərən bir cür xəsiyyəti var. Hərə bir cür tərbiyə görür. Hətta görürsən, evin tərbiyəsindən, necə olur? Çöldən bir başqa bir şeylər yığır insan. O ki, qaldı, müxtəlif ölkələrdən insanlar gələcəkdir. Müxtəlif, dünyanın hər bir yerindən. Yəni, o elə şeylər, o bilsin ki, bizdə nədir? O bizi çox bir qəribə gəlsin, həddindən artıq. Onlarda o elə şeylər adi bir şeydir. Və onlar üçün bu adi bir şeydir. Məsələn, asfaltın üstündə yemək töksünlər, yesinlər, misal olaraq deyirəm. Və yaxud başqa şeylər. Yəni, bu ibadətin qəbul olmasının sözsüz ki, hər bir ibadətin iki rukunu var, iki dayağı var qəbul olması üçün. Biri nədir? Biri odur ki, Allah Rasulü s.ə.v-in elədiyi kimi olmalıdır. Düzdürmü? Yəni tabi olmaq. Necə Allah Rasulü s.ə.v eləyirsə eləmək. İkinci nədir? İxlas. İxlas da saf istəyirlər, saf olmalıdır. Yəni sırf Allah üçün olmalıdır. Hansısa bir ad üçün getməmək, hansısa bir şəxslər üçün yox, qaydandan sonra mənə belə hörmət olacaq, belə şey. Bunlar artıq nə olur? İbadəti xələl gətirir və ibadəti putlaşdırır. Hətta insana, əgər o ibadətə belə şeylər daxil olarsa, günah yazılar. Çünki artıq sən bu ibadət kim üçündür çıxırsan? Allah üçün. Allah üçün olan bir şeyi nədir? Artıq kiminsə gətirin ora qoydun. Bu da nə olur? Şirk olur. Kiçik şirk də olsa şirk olur. Yəni, insanı İslamdan çıxartmır, amma əməlini pus edir və həmçində ki, o əməl günaha çevrilişir. Və sonra hansı məsələdir? Yəni, insan ən böyük açar ki, ibadət qəbul olması səbir. Və hara gidəcəksiniz, nələr olacaqdır, nələr görəcəksiniz, bir Allah bilir. Yəni, sizi qorxuzmuram. Səfərdir, qardaş. Adi bir gəzmək üçün səfərə çıxsan, görürsən, nətər məşəqqətlərlə üzləşdən, düzdürmü? Biri də var ki, sən hansı səfərə çıxırsan, Allah subhanahu wa ta'ala vəd verir, subhanahu wa ta'ala ki, sən bu ibadəti gözəl şəkildə yerinə yetirsən, anadan olmuş kimi qaydarsan, uşaq kimi, düzdürmü? Günahsız. Necə ola bilər ki, sən belə vəd olunsun və o elə belənsən gedərsən, naz-nimət içində, belə gülə-gülə, danışa-danışa, belə rahatçılıqdan və qaydarsan. Deməli, bu vəd varsa, məşəqqətlər də olacaq. Bunun da ki, ən böyük səbəblərindən və açarı bunun nədir? Səbir. Səbir eləmək. Olacaq insandır, məsələn, qrupdur. Düzdürmü? İngiliz gəmi bir haqda dedik. Tutaq ki, misal olsun, 2 nəfər harasa geyişib. Misal olaraq deyirəm də. O 2 nəfərdən ki, o birisi səbirsizlik edir ki, misal olsun, niyə belə geyişdir, nə var? Və sən olsaydın onun yerinə, səni gözləməsəydin, necə olardı? Misal olaraq deyirəm. Düzdür. Ola bilsin ki, kimsə gözləməz. Amma o səfər nədir? Artıq biz bir yerdə çıxırıqsa, biz bir cəmaat tarih etdik. Səfərdir də, bəs insanın bütün iç sifətini açır söylər. Məşəqqətlərlə, sonra müəyyən bir şeylər üzləşdiksə, ona görə həm səbir, həm də qardaşlıq var. Hamımız biz qardaşlıq. Bu birinci məsələ. İkinci məsələdə qardaşlıq. Bizdə fərqi yoxdur. Yəni, filənkəs kiminsə qrupundandır, filənkəs kiminsə qrupundan. Biz bir cəmaatıq, əlhəmdülillah. Və Allahın izni ilə
bir cəmaət olaraq gedirik. Hətta belə bizim getdiyimiz, yəni rəhbərlik məsələn hansısa bir indi şirkətdən gedirik. Başqa bir şirkətdən belə görürsən, olur ki, insanlar məsələn azırlar, saçırlar, onlar gəlib qoşulurlar bizə. Və yaxud da bizdən kimsə olursun, alsın, görürsən Azərbaycanlı gəlib qoşulsun, onu gəlib qrup rəhbərinə çatmaq üçün. Amma o ki, xüsusən biz əlhəmdülillah bir cəmaatıq, hamımız bir yerdə gedirik Allah'ın, bir yerdə gəlirik. Burada ola bilsin, kimsə məsələsinin ayağı büdürər. Neyəcəyik? Qoyacaq onu orada gedəcəyik. Əlbəttə ki, necə birimizə kömək edəcəyik Allah'ın izniyle. Və budur səfər, budur əsr elə ibadət, budur elə insanın misal üçün bu ibadətin onu təsir eləməsi, qəlbinin yumşalması, dəyişilməsi. Necə ola bilər ki, sən gedəsən bu boyutlu ibadətə və dəyişilmədən qaydasan və özünü orada dəyişmədən qaydasan və sonra deyirsən ki, mən məqbul həcc elədim, gəldim. Mümküniyət yoxdur. Onun üçün sən nə edəcəksən, dəyişəcəksən. Artıq hərə öz günahlarını bilir, Allahdan onun qarşısına olan. Bu növbəti məsələ. Onların tövbə edəcəksən, bağışlama diləyəcəksən. Necə tövbə? O tövbə ki, o günahlara bir daha qayıtmamaq şərtidir. Yəni, elə. Və həmçində ki, sən artıq qaydanda insanlar içində belə artıq görüləcəksən, dəyişibdir o ibadət sən. Yox, deyilməyəcək ki, misal üçün, nə fərq var, təzə gəldi, elə həmən ki, insandır. Həmən günahlar üzərində, həmən rəftar üzərində və həmən xəsiyyət üzərində. Olmayacaq. Sözsüz ki, biz bunları insanlar üçün eləmirik. Amma nədir? O ibadətin bizə olan təsirləridir. Təsirləridir ki, yəni o belə dəyişməyimiz. Yəni, budur qardaşlar, yəni çox da sizin vaxtınızı almaq istəmirəm. Yəni, bizim əsas məqsəd budur. Allahın izni ilə bizdə misal üçün necə olacaq? Birinci, inşallah, Allah subhanahu və təala eləsə, gedirik, kim olubsa bilir, ümrə. Yəni, hamı ümrə, elə bir ümrə eləmək gedirik. Zaten biz gedib, hamımız birinci ümrə eləyəcəyik. Yəni, çətin deyil, Allahın izni ilə, yəni ümrə. Getdik, düşdük, indi baxacaq orada, Allahın izni ilə. Nə vaxt düşəcəyik, saat necə olacaq, artıq qrupun halına baxacaq. Rahatçılıqdır, nəmin 1 saat, 2 saat, yarım saat, nəsə belə istirahət və yaxud da axşam yeməyin vaxtı, axşam yemək yemək, o hamısı artıq necə dəyişəcək, o artıq orada olan vaxtdan biz idarə edəcək, insanların halı ilə. İndi bir yarıyan o demək olma nəsə. Necə bilirsiniz, uçuşumuz 30-dur, cümə günü axşam Allah'ın inşallah orada olacaq. Gözəl reisdir, axşam artıq cümə gündən sonra nisbətən boşluq olacaq. Çox böyük ihtimal ki, o axşam Allah müvəffəq eləsin ümrəni. Ümrə oldu, artıq ümrən açıqlama ehtiyacı varsa açıqlayaq. Yəni, bu inşallah yenə də bir daha danışılacaqdır bunlar hamısı barəsində. Ümrəni elədik Allah'ın izniyle. Tam ümrə. Necə eləyirsən elə? Getdin başını qırtdırdın, yəni qısaltdın, gedirik otelə Allah'ın izniyle, ehramdan çıxırıq. Ehramdan çıxdıq, gözləyirik nə? Həcc günlərimiz. Həcc günündə də artıq ayın 8-i axşam. Ayın 8-i axşam artıq biz niyyətlənirik. Həcc niyyəti ilə elə oteldə geyinirik, sulanırıq və s. Ehtiyac var, təmizlənirsən, neyinsən, geyindin, ehramını birbaşa orada artıq avtobusa gedirik Minaya. Biz 8-ci gecəni inşallah Allah'ın izni ilə minəcəyik, Minada gecələyəcəyik. Və artıq Minadan 9-cu gün Minadan çıxacaq səhər Arafata. Arafata da getdik, inşallah orada avtobusdan damısı, əlhəmdülillah, Allah sonra elə asanlaşdırıb ki, Minada olsun belə. Sonra Arafatda da çadırlar olur, içində kondisionerlər, sular, yemək, hər şeydə çox asanlıqdır. Bir qayıtsaq, məsələn, Allah Rasulü s.ə.v dövrü nələr görüblər olar və yaxud da nəinki Allah Rasulü 3 əsr, 4 əsr bundan qabağa. Bununla da belə yenə də bizə azdır, nələr axtarır, şikayətlərimiz qutarmır, bu şey yoxdur, mən kondisioner biraz zəif vurdu, mən o şey olmadı, yastığım biraz bəlkə oldu. Subhanallah, cəmaət gəlib daşın torpağın üstündə yatırdı. Biz diyor, hansının az neyməsi, o boyutda Allah subhanallah vəziyyət ibadətə gəlmişsin, nələr axtarırsan. Düzdür, əlhəmdülillah, insan istəyir, bu bizim fitrətimizdəndir. Amma nə çox da bu şeylərin ifradına vurası olsa, onun necə olacaqdır? Şeytan bizi alladı, o şeylərlə məşğulləyəcəkdir. Yəni, səni artıq hədəfdən yayınacaqsan. Nədir? İnsanları da artıq axtarırsan. Bu belə getdi, o gedə getdi. Artıq necə fikir ver, istərsiniz artıq aralansan. Nə ilə məşğul olsan? Allahı zikirləməkdənsə, o əzəmətli günlərdə, özün Quran oxumaqdansa, dua eləməkdənsə artıq insanlarla məşğul olsan. Oradan buradan getdi, bu filankəsin haqqına girdi, bu haqsızlıq elədi. Əlhəmdə, kimsə sənə qarşı haqsızlıq eləyibsə qardaş, o cavab verəcəksə ona görə. Düzdür, amma sənin danışmağına görə artıq sən ona görə cavab verəcəksin qiyamət günü. Sən bir haqsızlıq olubdur, sakitdir yerində, əlhəmdə, narahat olma, sən onu alacaqsın.
Biz demirik, indi ikimiz haqqı var, tələb eləməsinə. Sadəcə deyirəm ki, yəni qardaş deyirəm, belə şeylərlə özümüzü məşğul eləmək. Yenə məşğul elə ibadətə getmiş, unutmayaq. Yəni, ekskursiya getmişdir, o ayrı məsələ. Bütün, yəni ki, bu şeyləri axtaraq, dənizə baxırıq və s. belə. Deməli, Arafat. Arafatda da Allahın izni ilə biz, yəni, zöhrdən əsri birləşdiririk və təxmini məğribə yaxın artıq çıxırıq oradan. Olsun, indi orada avtobusun verilməyinə nasıl verilmə, olsun, biraz gec var, tez var. Hər bir halda biz nə məğribi, nə işanı Arafatda qılmır. Çünki Allah Rasulü s.ə.v Müzdəlifədə qıldı. İşa ilə, məğriblə işanı birləşdirib də orada. Biz də Allahın izni Allah Rasulü s.ə.v-in elədiyi kimi eləyib orada qılacaq, Rəbbimizin izni ilə. Və sonra orada gecəliyirik, sübh namazı qılınır orada. Yəni günəşin çıxmana az qalmış, artıq yenə minirik, tərpənirik Minaya. Minaya tərəf, çox vaxt yəni belə dedik, gəlirik Minaya, həmən o çadırımıza, nəsə ağır yük varsa qoyuruq ora, dəyişirik, biraz yüngül olsun, çünki artıq piyada getmək başlayır. Biz oradan artıq Cəmarata piyada gedirik. Təxmini 4 kilometrə yaxındır. 3 kilometr yarım olsun, o bizim 4 kilometrdən biraz çox olsun, az olsun, belə. Bura yəni mütləq piyada getməlisin. Yəni heç kim yəni bura minikdən getmir. Gedirik, daş atırıq. O gün bir dənə daş olur. 7 dənə yanında daş atırıq. Oradan sonra gedirik Kəbəyə. Artıq yəni burada 2 dənə amil eləsək Allahın izni ilə birinci təhəllül olur. Yəni birinci halallıq olur. Təhəllül nədir? Yəni artıq sən ehram geyimindən çıxa bilərsən. 2 amil elədinsə ehramdan çıxırsan. Bütün hər şey halal olmur ha. Bir dənə yəni təhəllül olur. Nə məsələn istəyirsən başını qırxdır, istəyirsən ətir vur, istəyirsən yəni ehram geyimindən çıxsan da üzr istəyirsən, istəyirsən həmin atdan geyim və s. belə. Yəni bir daş atdın, qurban kəsildi, artıq çıxdın ehramdan. İstəsən çıxırsan Allahın izni. Yəni buradan sonra biz gedirik Allahın izni hara Kəbəyə. Kəbəyə də qardaş da yəni çox vaxt piyada gedilir. Yəni çünki niyə görə bunu deyirəm? Yəni buna hazır olasınız. Amma Allahın izni biz çalışırıq ki, minikdən gedək. Yəni Allah müvəffəq edibdir ki, sən və ondan qabaqçı minikdən getmişik. Və buna görə də pul lazımdır. Burada artıq pul lazım olur. Çünki bu artıq yəni heç kim tərəfindən ödənilmir. O dediyim yerlər onlar ödənilir, bu yox. Orada müxtəlif qiymətlər var. Amma Allahın iznilə biz çalışıb, biz oradayıq, bir yerdeyiq, Rəbbimizin diri birlik. Yəni biz çalışıb, bizi Allah atmasınlar, qrup tanıyıb. Biz deyirik, biz zamanat fərqi yoxdur. Sizə Allahlar, bizə Allahlar fərqi yoxdur. Nə fərqi yəni bir yerdeyiq. Keçən illərin 50-100 real arasında olmuşdur. Adam diri. Belə biz avtobus tutub getmişdik oradan. Amma insanlar var ki, bir nəfərə 300 dollar, 500 dollar belə verənlər olmuşdur. 100 lira bizim puldan, biz necə gəlib bir aşağı belə götürün. Həmən yarı bölün, təxmini, bir maksimum adam da olur, elə bir ki 50 manat. Yəni təxmini belə olub, amma o olursun da çox olsun, Allah bilir doğrusun. Elə insanlar var, Moskviyetdən getmişdir belə. Deməli, gəldik hara, artıq ifada tavafını elədik, yəni Kəbəyə gəlirik də Allahın izni ilə. Oradan elə ümrədə nə eləmişdik, hamısı təzən təkrarlanır, yəni İbrahim məqamında namaz qılmaq, səy, yəni zəmzəm səy, artıq Allahın izni çıxırıq. Hara gedirik, qayıdırıq otelə. Otelə qayıdırıq Allahın izni ilə, geyimimizi dəyişirik, yəni çinməklə çinirik və çalışırıq nə qədər tez bacarsaq Allahın izni ilə qayıdırıq hara? Minaya. Biz daha oluruq Minada. Bayram günü, bayram günü sonra 3 gündə təzdən orada oluruq. Yəni sünnə günlər, 3 gün orada oluruq. Yox, ora inşallah minikdən danışacağıq, o da yenə də təzdən danışacağıq ki, çalışacağıq burası çox da bax olmasın bir yerdə. Amma piyada gələsi olsaq, biz Cəmaratdan Kəbə evinə, yəni 15 kilometrdən çox olur. Belə. Bir dəfə biz gəlmişdik, birinci il, orada 20 kilometri vurmuşduq. Belə çətin olur. Yəni belə zamanlar onda belə bilsən qadın üçün çətin olur. Bizdə Kalyaskada adam var idi, belə ona baxmaya yenə gəlmişdik. Gedirsən, belə adam bilsən ağır gəlir. Yəni bu Allah yolunda olduğuna görə Allah asanlıq. Hətta piyada getsən belə Allah tərəfindən asanlıq gəlir, yəni bunun narahat olmur. Adi vaxt misalsına 20 km hara gedərsən, 5 km məsələn sən belə getməlisən. Amma burada yersin o boyda yorğunsuq və s. yenə də gedirsən Allahın izni ilə. Qısa olaraq qardaşlar, bax bu, yəni inşallah indi Allahın izni ilə indi qardaşımız, Arif qardaşımız məsələn mən buraxdığım bir şeylər olursa əlavə edər. Yox, indi baxmadı, indi əlhəmdülillah. Belə də, indi sizin də nə suallarınız olarsa, Allahın izni verərsiniz, bildikləriniz cavab verir, bilmədikləriniz soruşub gəlin inşallah Allahın izni ilə.
Burada da indi üstə veriləcək ehramlar, vizalarımız, kimlərin pasportu var, mən öz qrupda demişdim, kimlərin pasportu qalıbsa ofisdə, mütləq onun yanı unutmayın. Ya da uçan günü və yaxud da ki, uçan gecəsi belə deməyin ki, bizim pasportumuz qalıb ofisdə. Yəni də ofisdə qalıbsa o uçan günü artıq elə bil ki, burada qalmış kimidir insan, Allah qorusun. Belə şeylər hamısı başımıza gəlib, qardaşlar, ona görə bunları xatırladırıq. Aeroportda insanın yadına düşür ki, pasport yoxdur üstündə. Bu da artıq sözsüz gec olur. Allah daha doğrusunu bilir, Allahdan diləyərəm ki, hər birimizə məqbul həzz nəsib eləsin və Allah subhanətlə bizim üçün asanlaşsın bu səfəri, müvəffəqiyyət Rəbbimizdəndir. Yəni artıq bilin ki, siz var, bax buradan çıxdınız səfər niyyətini, artıq o ibadətdə səfərdəsiniz. Dua, zikir və belə də, yəni hansı ibadət daha zəngin sayılır Allah qatında, o ibadət ki, Allah daha çox xatırlanar. Fərqi yox, istərsən oruc ibadətin olsun, istər ümrə, həc, hansı ibadətdən asılı olmayaraq, o ibadətdə ki, Allah daha çox xatırlanır, o ibadət daha zəngin olur, daha elə ki, gözəl olur. Bəli, buyur qardaşım.